Salam uşaqlar, necəsiniz? Əminəm yaxşısınız. Uşaqlar, bugün sizlərlə bir yerdə eFootball 2027 çıxıb. Biz də bugün onu oynayacağıq. Bir neçə gündür ya da gündür yox, bir neçə aydır yox idim, həqiqətən bilirəm. Buna görə sizdən də çox üzr istəyirəm, amma narahat olmayın. Bundan sonra vaxtı yerində, yəni vaxtında videolar sizlərlə çəkəcəm. İndi editləri bilmirəm, edit eləyərəm, amma biraz video da eləmək istəyirəm. Çünki kanalımda özünüz də bilirsiniz, yəni video çox azdır. Nəysə, gəlin sizlərlə bir yerdə artıq oyuna keçək. 2027-də çıxıb artıq. Yəni yeni paketlər gəlib. İndi sözləşmələr bölümündən yəni baxmamışam hansı paket gəlib. Yəni onları bilmirəm. Bugün onlardan yəni sizlərlə bir yerdə onlara baxacağıq. Gol olduqda da çox qəşəng bir dənə Messi animasiyası verilib. Məsələn, özünüz də bilirsiniz məncə. Çünki demişdilər. Goldan məsələn üçün girirəm. Orada indi onu çəkmək yadımdan çıxıb, amma narahat olmayın uşaqlar. Sabahsı gün çəkərəm. Hətta sabahsı gün yox, yəni aramızda eFootball oynayanlar varsa özləri biləcəklər, yəni necə bir animasiyadır. Aubameyang verəcəklər. Mən özəlliklərinə baxdım. Canla başqa bitirişlə yer füzəsi var. Bu da yeni kart türüdür artıq. Aubameyang məsələn arxasına baxanda, şəklinin arxasına yeni bir dənə animasiya görürsüz. 1.87. Yəni yaxşı kartdır, yəni. Fürsətçi qolcu, hücum hattından baskı. Və dizilişlərdə həm hücum, həm də defans olanda necə diziliş, yəni ona fərqli dizilişlər var. İndi özünüz görəcəksiniz, heç narahat olmayın. Yaxşı, onda gəlin bir yerdə baxaq sözləşmələrdən hansı paket gəlib. Buradan yeni standart oyuncular falan. Paketlərdən mən yeni bir menejer gəlib. Burada gördüyünüz kimi içəriyə basın. Hızlı kontratak 90. Həqiqətən də o Portuqaliya paketi var idi. Gəlmişdi 2000 coin. Onu alanlar o menejerə görə alanlar bəlkə indi bəlkə peşmandılar. Çünki yəni boş yerinə 2000 vermək yerinə 750 mən yığacam, mən toplayacam 750-ni birikdirəcəm. Çünki hızlı kontratak, yəni demək olar ki, oyunun ən yaxşı oyun tarzıdır həqiqətən də. Biri uzun topla kontradır, biri də hızlı kontratak. Oyunculara ehtiyacım yoxdur, əsas menejerdir. Yeni Leo Messi və Lamine Yamal verilib 1800 coinə. Buradan ondan da bir yerdə başqa oyuncular da verilir. İndi biz Lionel Messi'yə baxaq. 33 yaşındakı halı. Geriyə gələn forvet həminki kimi. Neredeyse aslında. Çift vuruş, aşıtmalı şut, dalan şut. Yəni bayağı bir var yəni. Hücum tetikləyici var bir də. Hücum tetikləyicisi də var. Burada da başqa oyuncular. Bunlar çox da lazım deyil. Sadəcə bu edition, yəni forma ya da stat koreografisinin bilmirəm nə tər deyilir. Objelər falan ehtiyacı var. Bir də nə bilim bu kurta məsələn. Yaxşı bir kurta. Kurta da olar yəni. Savunmacı kaleci. Yəni də belə paketlər gəlib. İndi inşallah yaxşı keçər 2027. Yeni paketlər də gələcək. İndi gələk əsas yerə, özəl oyuncu listəsinə. Buradan yeni şey verirlər. Messi verilir. İndi onu da alacaq. Burada paketdən dənə kafa vurmuş. Paketə baxaq bir dənə. Buradan nə tər oyuncular verirlər. Burada Kluivert, John O'Shea və Massaro. Gözəl. Əldən. İlk öncə Messi'ni almıram, yəni başqa paket. Bu hələ bir haçansı gəlmişdi, buna oxşar paketlər. 2020 neçədə 20 bilmirəm, yadımdan çıxıb uşaqlar. Amma bu belə arxası, yəni belə arxa planlı gəlmişdi dəfə. Ya da bilmirəm, gəlməmişdi, amma mən oxşadıram, onu bilmirəm. 8 dənəlik paket.
Burada da yeni oyuncular. Burada Barcelona ilə Manchester United gəlib. Burada adaylı sözləşmədə Vinicius Junior falan gəlib. Tamam, bunlar qalıb Malaziya, Tayland lazım deyil. Semenyo falan. Bayağı yaxşı paketlər gəlib. Tümünü gördün bəs. Yo, bunlar elə oyunun başında verilən şeylər. Neyse. Biz alaq Messimizi və görə yeni animasiya necə olub. Yeni alma animasiyası. Yeni Messi çıxarma animasiyası. Aha. Donarım var. Topla qaçmağı biraz qəribə olur. Qaçırır çünki. Aha. Oyda animasiya yaşan olub. Top çevirmə falan, top çiləməsi həqiqətən də. Ama hele bir biraz uzun oldu. Neyse, iş olmaz. Əla. Tamam. Bu paketi aldık. Burada seçməli sözləşmə var burada. Hansı oyuncular gəlib? Seçməli sözləşmə burada. Konde falan. Rafinha. Uşaqlar, mən Kondeni alım. Mən sağ bekim yəni biraz pisdir. Konde olsa var, amma o Konde pisdir də. Məndə o Neuer paketində gəlmişdi. O biraz pisdir. Məncə bu Konde daha yaxşı olur. Konde 10 dənəli savunmazı bekdir. İləri savunmazı bekdir. Neyse, heç nə olmaz. Mən imzalayıram. Konde yaxşıdır. Kondeni alaq. Kondemizi də aldıq uşaqlar. İndi komandamıza görə nətər görünür, necə olur. Bu arada mən komandamı da göstərim. Komandam da belədir. Neçə gündür, neçə aydır daha doğrusu bir də çəkmirəm ya, o da qalıb. Və burada yedəklərdə artıq maksimum neçə olursa onu göstərir. Buna bu Messi'nin yerinə. Buna biz şey deyək. Seviye antrenmanı. Otomatik seçim. Lega 29. Bas. Geldi, neçə oldu? Bu da 103 oldu. Bu da 103 və klasik 10 numara. Məncə eləlik qalsın uşaqlar. Yəni 100'lük bunun adına məncə daha yaxşı olar. Messi qalsın. Həm klasik 10 nömrədir. Məsələn, verimli kanat olsa, onu orta sahaya qoymaq yəni biraz düzgün çıxmaz. Tamam, olsun. Yeni aldığımız Konde qoyaq bura. Barcelona. Bu arada uşaqlar, sizə də göstərməyi də unutdum. İndi göstərəcəm sizə. Yeni Jamal Musiala ya da bu paket, məsələn, bu adam gəlib. Kim? James. Sonra De Jong gəlib, məsələn üçün. Bu görevlərdən yəni göstərim sizə. Orada da yüksəldi. Baxın, De Jong, Musiala gəlib. Sonra bunlarda heç oyuncu gəlməyib. Burada 3 tane Musiala'nın verildi deyəsən. Yox, vermiş. Dizilişi dəyişdirəndə olur deyəsən. Buradan da alın. Bu qədər. Bunlara isbaqları, bunlara da baxaq. Burada oynuyor niye? Yeni şeyler. Lampard verir, Lampard. Aşırı yüklənmə deyəsən həzə gəlir. Aşırı yüklənmə nədir? Yeni oyun tarzı gəlib uşaqlar. Aşırı yüklənmə. Uşaqlar, biləriniz varsa bir dənə desin də zəhmət olmasa. Yorumlara yazsın. Aşırı yüklənmə. Neyse. Buradan bəs axırdan yox.
Bu seçmeli sözleşme buradan da işte. Bunlar da normal hədəflərdir. E-futbol ligi geç. Tabii alaq. Hə, yəni belədir uşaqlar. Bu iki dənə də nədir? Bir dənə bir şey qaldı burada. Nədir? Hə, burada. Bunu nə edirəm? Nəysə. Salah alıq. Salah. Qalsın. Yeni kart türləri, yeni kart animasiyası falan, yəni o animasiya içində yəni darıxacağıq, çünki məsələn Messi açdığı o paket deyirəm yəni. Nə bilim, bilmirəm. Hələ ki belə indi epik falan gəlməyib, çünki hələ təzədir. Amma birazdan o da gələcək. Paketdə adaylı sözlər. 8 dənə də burada, hə. Vinicius'a baxaq. Gezici kanat. Verimli kanat olsaydı daha yaxşı olardı məncə, amma nəysə. Makas çaldım. Hə, akrobatik bitiriş. Özdə yeni dudaq uçuqlardan şut eləyəndə, məsələn, üstdən vurur. Yəni, məsələn, orta asırsan, dudaq uçuqlardan vuranda şey olur. Uçan voley eləyir. Amma normal şuta bassan, başına vurur. O da gəlib, yəni. İndi akademidən də bunlar yeni animasiyalar falan. Gəlin uşaqlar, onda bir dənə akademidən bir də antrenmana girək, görək necə bir şeydir. Bir egzersiz ması deyək. Mən niyə Argentinaya qarşı oynayıram? Oy. Olmadı. 6 pas deyək buradan. Lionel Messi o 96. Oo. 96 necəymiş? Baxın göstərim də dur. Orada çox qəribə bir şey elədi. Gəzdə. Baxın. Ayda olmadı. Ya da sizə göstərmək üçün daha hücum egzersizi eləyim. Snyder gəl baxalım. Belə. Çoxlanan şut eləyəndə, yəni mor eləyəndə belə olur. Bir şey yoxlayasım gəldi amma. Yox. Ayda. Girəcəkdi. Lionel Messi. Hə, burada olmadı. Nəysə uşaqlar, yəni belədir də, yəni stadionun içində yeni məsələn özünüzə görüş qabağa baxanda yeni animasiyalar orada yüklənib, indi göstərirəm sizə. Yəni Messi. Bu yerini ortadır, tam ayağını yedir ona görə. Messi gəldi. Messi çift vuruş. Messi. O niye direğe değdi orada? O direğe değen yeriydi. Sadece aşırtma eləmək istedim. Neyse uşaqlar, gəlin videomuzun da sonuna gələk. Çünki yəni sizlərlə bir yerdə baxdıq elədik. İndi ikinci bölümdə sizlərlə bir yerdə klasman falan kasarıq. Yəni oyun falan oynayarıq. Oyunlara girərik. Fərqli. E-futbol ligi ya da nə bilim etkinliklər falan. Daha qoşularıq yəni hansına. Və turnuva da gəlib. Bunu görmədim. Turnuva. Yeni turnuva da gəlib. Neysə. Sağ olun uşaqlar. Salamat qalın. İndi ikinci bölümdə artıq sabahisi gün də video atacağım. Yəni dedim də sizə. Artıq yeri, vaxtında videolar atacağım. İndi sabahisi gündə PvP kateqorisi ya da etkinliklərdən yəni oynayarıq sizlərlə. Nəysə, sağ olun uşaqlar, salamat qalın, özünüzə yaxşı baxın. Gələn videoda görüşərik. Sağ olun.